bir dənə fikirləşəyəm. Sən o sabah göstərəm birini, o sıraya gedir. Yox da indi mən burada başlayıram. 13 nömrəliyə gedirik. Burada da görüş baş tutacağı yerdir. Burada da biraz özümü çəkirəm. Gəlmiş indi Mingəçevirdə mağazalar gəzirik. Bunu bəyənmişdik, amma çox açıq idi həqiqətən. Belə bir şey. Biz qərar verdik. Bunu eləyirik. Beçər hansı bir göy. Bu qəşəng. Şolar Beçərə bir dənə sinif yoldaşım belə bir şey tapıb. Burada da dünən yumama rəğmən qabaqlarını oynatdığım üçün yağlanan saçlarımı göstərirəm. Onu göstərirəm, amma düşmür deyə götürürəm telefonu. Azərbaycanda son zəng günü hamının üzərində olacaq həmin o don. Bu kofta da məndə çox qəşəng idi. Belə bir şey var. Yəni bunun üstündən bir dənə rubaşka atsaq ola bilər əslində. Bir dənə belə bir model görmüşdüm. Rubaşka yoxda belə tül kimi ağ bir şey ata bilərik. Amma yəni bilmirəm də, yəni eləcə hər şey bir fikirdir. Bu donun rəngi çox qəşəng idi. Burada da bəzi donlar göstərirəm. Arxa fonda musiqi qoya bilmirəm çünki telif yeyir. Nəysə belə idarə eləyin. Bu donu həqiqətən çox bəyəndim, amma yəni son zəngə təbii ki də buna icazə verməzlər. Bu da çox qəşəng idi. Sadəcə ağ-qara olmalı idi deyə ağ seçə bilmirik. Burada yenə donları göstərirəm. Bu da başqa bir mağazadan görüntülər. Məncə çox qəşənglər, amma son zəngə uyğun deyillər. Yenə çəhrayı rəng və çox sevirəm. Ən sevdiyim rəng zaten mənim çəhrayı rəngdir. Tanıyanlar bilər. Bir də belə dəstlər var. Əgər şəhərə gəziyor olsanız baxa bilərsiniz. Heç bir şey tapa bilmirik. Burada da başından bəri planlaşdırdığımız ətəyi göstərəm, sonra da öysürürəm, sonra başqalarını göstərəm nətər deyə. Burada da boşluqdan yenə özümü çəkmişəm. Bu don da gündəlik olaraq çox qəşəng idi. Bu ayaqqabı zaten başqa bir mövzudur, çox süperdir. Bunun ağ-qarasını soruşduq, amma yox idi. Sonda seçdiyim səmənə kofta. Qabaqdan da göstərirəm belə, mən də çox qəşəngdir. Yeni paltarları göstərirəm. Yəni heç nə yoxdur da, yəni düzgün son zəngə aid heç nə yoxdur. Bunu geyin getdim, bu da elə bir ağ-qara deyə çəkmişəm. Və bunu seçmişdik biz. Çox qısa və həqiqətən çox boş idi beli. Burada da ən sevdiyim şeyi yeyirəm. Heç bir şey tapa bilmədik. Gəlmişik Talkuşkaya. Yəni son çarə olaraq bura gəlmişik. Görək nə tapacağıq. Biz bunda qərarlaşdıq. Baxın ağlı qara, yəni tam məktəbin dediyi kimi. Bu möhtəşəm idi, amma məktəb ağ-qara deyib deyə olmaz. Burada da leysi bir dənə kofta çəkirəm. Bu da çox qəşəng idi. Burada bir dənə ağ don. Və bunun bantikləri çox xoşuma gəldi. Burada da daha evə gedirik. Gördüyünüz kimi tükənmişəm. Burada da daim oğlunu çəkirəm. Qeyd edim ki 4 yaş var belə sürür. Belə dostlar, indi gəldim evə. Amma yəni heç nə tapa bilmədik də. Yəni sadəcə bir dənə kofta tapmışıq. İndi onu da bir dənə ətəklə görə uyğunlaşdıra bilirikmi? Çünki həqiqətən baxın, şəhərdə heç nə yoxdur. Yəni varsa da bizim məktəbdə ağ-qara olsun. Məsələn biz seçmişdik ki, çəhrayı olsun. Çəhrayıya uyğun modellər falan seçmişdik. Son bir ay qalıbdı, son zəngə deyirlər ki, dəyişin. Amma yəni, deyirlər ağ-qara bizdə məcbur. Yəni, həqiqətən, gərək onu da alaq. Sonra Beçərə də alaq. Yəni, artıq əlavə xərcsiz da, yəni, həqiqətən. Mən, məsələn, indi alıram bunu 40 manada, elə. Onu 40 manada alıram, Beçərə bücəyə 60 manatlıq bir dənə don alım. Yəni də, çünki ağ-qara ilə Beçərə getmək biraz məntiqsizdir da. Yəni, təbii ki də olar. Prosto, yəni, indi adam həvəslənir. Yəni, nəysə, ona da razı olduq. İndi mən buralara qoyacağım, onu belə üst var, onu geyinəcəyik. Bir də altına bir dənə qələm ətək və yaxud da bir ətək daha yəni geyinəcəyik. Yəni bu qədər belə bir qərara gəlmişik. Bundan sonra nə demək istəyirəm? Yəni 11-ci sinif, həqiqətən 11-ci sinifin bu günlər var, son bloka hazırlıq günlər. Hər şey o qədər üst-üstə gəlir ki, yəni əvvəlcədən bloku oxumaq lazımdır. Yəni bir dənə bunu demək istəyirəm. Çünki son zəngə olsun, vertiqə olsun, veterina don tapmaq, yəni
Hər şey o qədər, yəni çətindir də, yəni həqiqətən. İşıqlı söndü, super. Nəysə belə davam edeyim. Yəni həqiqətən çətindir. Yəni mən əgər əvvəlki günlərimə qayıtsaydım, 10-cu sinifdən yox, 9-cu sinifdən gedərdim tarixlə ədəbiyyata. Çünki məncə buraxılışdan daha çətindir. Həm də səhv də düz apar, həm də 400 baldır da, yəni məntiq olaraq. Bir də buraxılış haqqında əlavə video çəkəcəm. Yəni nə qədər bal yığmışam, yəni necə hazırlaşmışam. Yəni həqiqətən stres, o qədər stresli idim ki, yəni hal-hazırda mən çox stressliyəm. Yəni mən bu 11-ci sinif, yəni getsin, gəlməsin deyə bilərəm də. Yəni təbii ki, yaxşı günlər də oldu, amma yəni yaxşı günlər çox azdır da. Yəni ancaq əzab əziyyətdir də, yəni 11-ci. Tələbə kreditləri üzrə danışırlar 13 nömrəyə getdiyimizdə də. Yəni pulluya düşənlər bir də 250 bal keçməli təbii ki, kreditdən yararlanmaq üçün. Hər nəysə, həqiqətən çox çətindir. Yəni 11-ci sinif olmaq çox çətindir. Yəni heç kimin başına gəlməsin də, yəni 11-ci sinifin bu çətinliyi. Yəni gələcəksə yəni belə daha yüngül formada ola bilər. Çünki yəni belə motivasiyadan salmaq istəmirəm sizə, amma yəni hər şey o qədər üst-üstə gəlir ki, problemlər o qədər çox olur ki, adam yəni belə bunalır, yəni depressiyona girir. Yəni həqiqətən mən 11-ci sinif depressiyonda keçirtmişəm. Yəni siz bilmirəm necə olmusunuz, yəni 11-ci siniflərdə varsa, amma həqiqətən çox çətindir. Yəni hansı universitetə verəcəm, hara gedəcəm, nə varacam, gələcək qayğıları deyirlər, yəni. O yəni həqiqətən bu il özünü biruzə verir. Çox pis da, yəni. Nəysə mən buna aid bir dənəsini çəkəcəm. Mən orada danışacağam hər şey açıq-aydın bir şəkildə. Nələr yaşadım, necə oldu, nə tövsiyələr verərdim, hamısını deyəcəm. İndilik bu belə paltar seçmə vlogu falan olsun. Nəysə, sağ olun. Digər videolarda görüşərik. Bir də videonu bəyənməyi, bir də abunə olmağı unutmayın. Sağ olun.